Gəlin baxaq, Qərb fəlsəfəsinin təməli harda və necə qoyulub? Yaxşı sualdır. Qədim Yunanistanı belə bir təfəkkür inqilabı üçün ideal məkana çevirən nə idi? Məsələ burasındadır ki, yeni ideyaların yaranması üçün bir neçə unikal şərt eyni vaxtda yetişmişdi. Ticarət gəmiləri təkcə zeytun yağı yox, həm də yeni fikirlər, yeni suallar gətirirdi. Unutmayaq ki, Yunanistan vahid bir ölkə deyildi. O, rəqabət aparan şəhər dövlətlərdən ibarət idi. Bu o deməkdir ki, heç kimin fikri tək hakim değildi. Əsl ideyalar bazarı var idi. Və beləcə ilk böyük dəyişiklik baş verdi. Dünyanı miflərlə yox, məntiqlə izah etmək. Yəni, əvvəllər fırtına kimi hadisələri mifoloji tanrıların işi hesab edirdilər. Logos isə əksinə, müşahidəyə və məntiqə əsaslanan rasional cavablar axtarırdı. Bu yeni təfəkkürün siması isə bir nəfər idi. Ticarət şəhəri Miletdən olan Fales. O, dünyaya baxıb tamamilə yeni bir sual verdi. Hər şeyin kökündə nə dayanır? Düzdür, cavabı səhv idi. Amma bu vacib değildi. Əsas olan sualın özü idi. Təxminən 200 il sonra fəlsəfə yenidən böyük bir dönüş etdi. Bu dəfə Sokratla. Sokrat isə fokusu kainatdan insana çevirdi. Artıq əsas suallar bizim haqqımızdaydı. O, Afina küçələrində gəzərək insanları öz inanclarını sorğulamağa vadar edirdi. Onun bu daimi sual-cavab metodu insanları fərziyyələri kənara qoyub tənqidi düşünməyə məcbur edirdi. Yaxşı, bəs bu Yunan düşüncəsi necə oldu ki, bütün Qərb üçün bir standarta çevrildi? Sokratın mirasını onun dahi tələbələri Platon və Aristotel sistemə salıb inkişaf etdirdi. Amma işin həlledici məqamı başqa bir gücə bağlı idi. Romaya. Roma Yunanistanı qılıncla aldı, amma Yunan mədəniyyəti Romanı ideyalarıyla fəth etdi. Beləcə Roma imperiyası genişləndikcə Yunan fəlsəfəsini bütün Qərb dünyasına yaydı. Bəs bütün bunların bizə nə aidiyyatı var? Çox. Bu miras hələ də bizimlədir. Onların sualları və məntiqi metodları müasir düşüncəmizin demək olar ki, DNT-sidir. Və ən heyrətlisi odur ki, 2500 il sonra biz hələ də eyni suallara cavab axtarırıq.